Buraxılış imtahanından 2 alan abituriyentlər attestat alacaqmı? Hər il tam 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanandan sonra zəif qiymət alan abituriyentlər attestat ala bilməmələrindən dolayı narahatlıq keçirirlər. Son günlərdə bu məsələ yenidən gündəmə gəlib. Məsələ ilə bağlı Oxu suallarına cavablandıran təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib ki, buraxılış imtahanının nəticəsi şagirdin attestat almamasına səbəb ola bilməz. Onun sözlərinə görə sinifdə qalma anlayışı dərsləri kütləvi şəkildə buraxan şagirdlərə şamil olunur. Ekspert bildirir ki, qiymətə görə attestatdan məhrum etmə deyə bir anlayış yoxdur. Abituriyent buraxılış imtahanında 2 qiyməti alarsa, onun attestat qiyməti 10 və 11-ci siniflərin illik göstəricisi əsasında hesablanaraq yazılır. Şagirdin qiymətləri 2 olsa belə, ona yenə də attestat verilir, lakin attestatda qiymət yerinə 2 alması qeyd olunur. Heç bir məktəb rəhbərliyi bir fəndən illik ortalaması 2 olan şagirdi attestatdan məhrum eləyə bilməz. Buna görə də bəzi məktəb rəhbərliyinin valideynləri təşvişə salması əsassızdır. Bu kimi hallar ilə qarşılaşan valideynlər mütləq məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyinə və yaxud da Elm və Təhsil Nazirliyinə müraciət eləməlidirlər deyə ekspert açıqlamasında bildirib.